Sənədlərdə qeyd olunduğu kimi, qadınların qeyri-hökumət təşkilatlarında, həmkarlar komitələrində və digər sahələrdə təmsilçiliyinin artması da bu baxımdan xüsusi önəm və əhəmiyyət daşıyır. Geniş və dərin məzmunlu hesabata görə hörmətli Bahar xanımı və Dövlət Komitəsinin bütün əməkdaşlarını təbrik edirəm. Qürurla qeyd etmək lazımdır ki, Şərqdə qadına seçmək və seçilmək hüququ verən ilk ölkə Azərbaycan olub. Azərbaycan qadını böyük inkişaf yolu keçib, bugün Azərbaycan qadını Azərbaycan kişisi ilə birlikdə dövlətçiliyimizə mühüm töhfələr verməyə qürurla davam edir. Burada Mehriban xanım Əliyevanın da rolunu və əməyini xüsusi qeyd etməyə ehtiyac var. Bütün bunlar Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biridir. Bugün qarşıda duran ən mühüm vəzifələrdən biri də dünyada dəyərlərin transformasiyasının baş verdiyi dövrdə bu tarixi ənənənin qorunmasıdır. Çıxışımın sonunda bir neçə vacib məqama toxunmaq istəyirəm. Öncə onu qeyd edim ki, bu işlər yalnız Dövlət Komitəsinin işi deyil, Dövlət Komitəsi üzərinə düşən vəzifələri yerinə yetirmək üçün ciddi səylə çalışır və bu baxımdan komitənin fəaliyyətini yüksək qiymətləndirirəm. Biraz bundan əvvəl hörmətli Hicran xanım qeyd etdi, qadın sığınacaqları ilə bağlı məsələyə və bu istiqamətdə addımların atılmasına ehtiyac var. Getdikcə bu məsələnin aktuallığı daha da artır. İkinci məsələ, biraz bundan əvvəl hörmətli həmkarım Qüdrət müəllim də qeyd etdi, selektiv abortların cəmiyyətdə artması bu ciddi narahatlıq doğuran bir məsələdir. Düşünürəm, gender bərabərliyinin pozulduğu sahələrdən biri də buradır. Bu, Azərbaycan xalqının genofonduna ciddi ziyan verən bir məsələdir. 3. Qohum nikahlarına nəzarətin daha da gücləndirilməsi. Hörmətli xanım sədr, bir müddət bundan əvvəl parlamentdə çox önəmli bir qərar qəbul edildi. Bu, olduqca vacib bir qərar idi. Ancaq bu sahəyə müvafiq qurumlar tərəfindən nəzarətin daha da gücləndirilməsinə ehtiyac var. 4. Erkən nikah məsələsi, bu istiqamətdə də bir çox işlər görülsə də, məsələ hələ də aktual olaraq qalır. Qızların təhsildən yayındırılması məsələsi, təəssüf ki, dini əsası olmasa da bəzən bu məsələ dini etiqadla əlaqələndirilir. Boşanmaların sayının sürətlə artması, gənclərin ailə qurmaq istəməməsi məsələsi, bu da çox ciddi narahatlıq doğuran bir məsələdir. Düşünürəm, bütün bu məsələlər nəzərə alınaraq yeni dövlət proqramının qəbulunun nəzərdən keçirilməsinə ehtiyac var. Ümumilikdə hesabatı bir daha çox yüksək qiymətləndirirəm. Hesabatların hazırlanmasında əməyi olan hər kəsə təşəkkürümü bildirirəm. Diqqətiniz üçün sağ olun.